Hər vaxtınız xeyir olsun. Bugünkü videomuzun qəhrəmanı ta uzaq Şərordan gəlmiş Elgündür. Elgün, neynəmsən imtahanda onu bildir, uşaqlar bilsinlər. Deməli, 9 Mart Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş olan buraxılış imtahanında Azərbaycan dili fənnindən 100% nəticə əldə etmişəm. Yəni ki, İndi şərhlərdə yazırlar ki, qardaşın elə üzü 200 baldır. Hə? Bir damız elə yazsa 300 bal. Hə? Hə. Neçə bal toplamısan ümumi? Hal-hazırda ümumi hesabladığına görə bir səhvim var. Yəni bir qapalı ingilis dinləmədən səhvim var. Amma qalan heç bir fəndən səhvim yoxdur. O da artıq nəticəmin, yekun nəticəm artıq Dövlət İmtahan Mərkəzindədir ki, onlar ekspertlər necə yoxlasalar, açıq suallarla təxmin neçə bal eləyir? 200, ən aşağısı 274 hesablamışıq. Amma ən maksimumda 294. 294. Elə inşallah elə o həm maksimumda gələr. Bizi hardan tanımısan? Xırdandakı bərbər kimi. Hardan gəlirsən? Harda izləyirsiniz mənə qardaş? TikTokda. Onu da bilirsən, baxmısan ona. Deməli, sosial şəbəkə işlədir, adam belə tuturlar. Deməli, indi mən sən burada uşaqlara nə cür məsləhət verəcəksən ki, telefondan uzaqdın. Əksinə, uşaqlar keyf eləyin, hər şey yaxşı olacaq. O tərəfinə baxaq. Sosial media işlətməsək, bundan sonra adamın çevrəsindən adam dediksə eşitib öyrənirlər. Yəni. Mənim telefonum var, mən yazığım, mən bədbəxtiyim. Ha, yaxşı. Evet, mən ilk öncəliklə sizə ümumiyyətlə bütün şəbəkələrdə görmüşəm. Amma mən birinci Instagramda gördüm. Gördüm ki, birinci icaza baxdım. Sonra gördüm icaza. Elə bildin ki, yaxşı müəllim dilin qoşum. Yox, inandım. Yəni ki, baxdım, gördüm ki, icaza başa düşdüm. Ondan sonra sizinlə əlaqəyə keçdim WhatsApp vasitəsilə. Yaxşı. İndi bunlar cəmiyyətə o qədər maraqlı şeylər deyil də. Nə lazımdır hələ bildikdə yaxşı. Yığmısan bax. İndi əsas bizə lazımdır ki, bax indi 10-cu siniflər var, 9-lar var, buraxılış imtahana gedəcəklər. Sən, yəni səndən sonra gələn xələflərinə, xələf deyir də özündən sonra gələnlərə. Xələflərinə nə məsləhət görürsən, nə etsinlər, necə hazırlaşsınlar? Mən məsləhət görürəm ki, ən birinci planla işləmək lazımdır. Çünki plansız seçən əldə etmək olmur da. Həm də ki, birinci özlərini aşılamalıdırlar ki, mən yaxşı nəticəni əldə edəcəm də. Çünki atalarımız yaxşı deyib ki, onsuz da düşülən bir sözü var. Deyirlər ki, başarmaq, inanmaq başarının yarısıdır da. Yəni o Atalar belə yerdə çox gözəl deyib. Sürmə 100, yaşa 100. Bir də ki, yəni ki, məncə vəsait olaraq da mən məsləhət görürəm ki, ilk öncəliklə Dövlət İmtahan Mərkəzindən sonra əlavə vəsait olaraq Natiq Vaydov müəllim sizin Enva Akademiyanın Azərbaycan dili kitablarının birincisi. Hər tərəfdə 100 mətni, bir də ki, test vəsaiti kitabı var idi. O qırmızı xüsusən blok üçün həm də ki, bəli, yaxşı yazmaq istəyən, buraxışda dil qaydalarını yaxşı üst səviyyə, yəni %100 yazmaq istəyən uşaqlar üçün. Necə deyirlər, xüsusi istedadlı şagirdlər. Xüsusi üst səviyyə üçün də, yəni yuxarı təbəqə. Mən onlar hər tərəfli özüm üçün deyirəm də. Onun hər tərəfli işləyəndən sonra artıq mən əmin oldum ki, yəni 100 bal hər tərəfli yazacağam. Yəni ki, istər Dövlət İmtahan Mərkəzi sualı çətin dərəcəli hazırlasın. Hazırlıqda işləyirsiniz onları, yoxsa sən özün ayrıca işləyirdin? Mən özüm ayrıca işləyirdim onları. Ayrıca işləyirdim. Yəni görürsüz, demək olar ki, mən bunu bütün uşaqlarda görürəm. Samidə də belə idi, Sami bizim yanımızda hazırlaşırdı. Bizim verdiklərimizdən əlavə də gedib oxuyurdu. Halbuki biz deyirdik ki, eləmə. Əlavə test işləmə, əlavə nə bilim, kitab oxuma. Amma bu adam gedib əlavə də çalışırdı. Yəni açıq necə deyirdi, bizə qulaq asmırdı, əlavə də çalışırdı. Yəni bu tək müəllimin dedikləri ilə kifayət demək olmaz. Bəzən uşaqlar bizim dediyimizin 70-60%-ni eləyirlər, hə, nəticəli deyil. Amma bəzi uşaqlar isə həm dedikləri hərfiyyən hamısını bir eləyir, həm də nə edir? Əlavə də özü çalışır, boş durmur. Yəni bunu mütləq eləmək lazımdır. Necə ki, sən onu eləmsən, faydasını görmüsən. Necə hazırlaşırdın mətnləri? Mətnləri ilk öncəliklə mən Ayşə müəllimə qoşulurdum canlılarına, hansı ki, həftə sonları olurdu, həftəçi əlavə. Sən bizim qoşulmusan sürət qrupumuza. Mən sürət qrupumuza qoşuldum. Tək Azərbaycan dilində. Tək Azərbaycan dilində. Yeri gəlmişsə, yəni o biri ballar adımıza çıxmır. Tək Azərbaycan dilindən yəni qoşulub müəllimlərin haqqına girmək olmaz. Belə. Aha, qoşuldum sonra ilk öncəliklə o sizin bizə tapşırıq olaraq verdiyiniz çalışmaları bir-bir yerinə yetirirdim. Atdığı sınaqlar, hamısı bir-bir yerinə yetirdikdən sonra həftə sonu da və yaxud da əlavə olaraq Ayşə müəllim öz istirahətinə bizə vaxt ayırıb YouTube-da canlı yayım açırdı, mətn izah edirdi. O mətnləri də bir-bir dinlərirdim. Hansı ki, tez söhbət vardı, onların hamısı bir-bir izah edirdi. Onların hamısını yazmağın yollarını öyrənəndən sonra artıq mətn məncə problem məqam qalmayandan sonra artıq qəşəng. Ümumən
kitablarla filan aran nətərdir? Oxuyursanmı bədii kitab, əlavə şeylər oxuyursanmı? Bədii kitaba həvəsim Dərs vardı. kitabları filan, İntellektual əlavə oyunlara şey. ən çox həvəsim var. İntellektual oyunlara kim nə harda qalibəm hamısını. Ha, maşallah. Ha. Bəs hekayə, roman, nə bilim, fərdi inkişaf kitabları. Fərdi inkişaf daha çox ən çox diqqətimi çəkəcək. Ondan sonra isə dünya ədəbiyyatı xoşuma gəlir. Dünya ədəbiyyatı. Təzə şeyin kitabım var. Azərbaycan din kitabı. Maşallah. Neçə təxminən kitab oxumusan, yoxsa roman oxumusan? Tək bu il içində yoxsa ümumilikdə? Ümumən indiyə qədər. Harda yəqin ki 20-yə yaxın roman olar. Bəs. Yəni o 20-yə yaxın roman kifayətdir ki, bu uşaq mətnləri rahat yazsın. Yəni bəli, biz hər nə qədər taktikan ona öyrətsək də, hər nə qədər ona düzgün yol göstərsək də, biz yolu göstəririk. Əlindən tutub aparmırıq ki, özü gedir. O yolu getmək üçün də bəli, o adamın onların onsuz baxanlar bilir ki, siz orada, yəni aşamalı daha doğrusu orada badi ifadə vasitələri hansı ki, o mətnin növlərinin müqayisəsi var idi, Elvin Devram. Ona aid sual izah eləmişdi, eynisi ilə gəldiyimdə qabağımıza çıxdı. Ondan əlavə olaraq müddəa və fakt söhbəti var idi, o da eyni ilə gəldiyimdə çıxdı. Yəni ki, tamamilə canlı yayımda cavablanan suallar demin buraxılış sualları əhatəsində idi. Yəni kənar hesab yox. Səndə şübhə yarandı ki, bu nə məsələdir, niyə belə? Bundan əlavə başqa nə tövsiyən var şagirdlərə? Neynəsə? Vaxtını necə qururdun? Səhər durdun, tezdən məktəbə təbii ki, gedirsən, yəqin gedirsən. Məktəbə gedirdim, mən. Məktəbə gedirdim. Məktəbdə dərs bitəndən sonra artıq yekunlaşandan sonra biz məktəbdə dərs lisey olduğuna görə yeməkdə yer qalırdıq. Yəni 2-dən sonra çıxırdıq da məktəbdən. Ondan sonra elə 2-də gəlirdim evə. Tez özümə gəlirdim. Ondan sonra saat 3-də artıq hazırlığa gedirdim. Mən evə gələndə artıq gecə idi, saat 6 idi. 6-da mən evə gələndən sonra mən ta 6-dan otururdum, stolum vardı onun üstündə. Ta ki gecə saat 1-ə 2-yə qədər dərs oxuyurdum. Ondan sonra yenə yatırdım, yenə eyni rutin baş edirdi. Səhər neçəyə dururdun? Səhər 7-də dərsə. 7-də durdum. Bəs sosial şəbəkələrlə aran necə idi? Sosial şəbəkələrdə mən imtahan dövründə günə uzağı yarım saat istifadə edirdim. Yəni ki, günə desə ki, ümumiyyətlə istifadə eləməmişəm. Yalan olar, bəli. Küləkdir, fırtınadır, elə təzə dayanıb Bakıda, yəni belə damır üstü uçdu. Ehtiyac yoxdur. Yəni kişi kimi deyir ki, yəni istifadə eləmirəm, çünki adama halaldır, yəni istifadə eləməlidir də. Sadəcə olub ki, məsələn günlük məsələn bir həftə boyunca da indi ola bilər də ayda bir gün indi insansan, nəsə baş verər, gəncsən, indi kiməsə aşiq olub eləyərsən, indi bir gün beyin çönər, bir gün bütün günü yazışa bilərsən. Bunu bir şey demirəm. Olur belə şey. Ola bilər ki, bayram günləri ərzində ola bilər məsələn. Salam qadın hanım, salam, nətərsiz qızlar? Özünü istirahət verirsən. Sənin üçün bayram olub, yoxsa ümumən ölkə olaraq? Ümumən ölkədə bayram. Məsələn, elə sənin üçün hansısa bayram olub? Yox, xeyr, məncə yeni il bayramı. Uzun müddətli cavab gözləmsən, cavab gəldi, mənim üçün o gün bayramdır. Yox, xeyr, elə olmur. Yoxdur elə məsələ? Namizəd yoxdur? Namizəd var. Heç layiq adam yoxdur, yoxsa? Var artıq. Toy açanda. Şana açanda. Belə yaxşı, elə bir verməyəcəklər. Var idi ama videodan sonra sizə namizəd getdi. Heç nə. Namizəd də oxuyur, yoxsa? Oxuyur bana. Balacadır səndən? Yox, yaşda. Eyni yaşda. Eyni yeri yazır. Neçə bal toplayır? Ay, o sözü. Yaxşı deyilmə, o səbəbdə. Neçə balı filan dedim, kodda dedim. Çatırsan, şəhərə qayıdırsan, görürsən 2 nəfər 211 nəzər çək. Ha, qaqa, halısın, ha sən. Gəl görməyə bura. Yəqin ki, izləyəcək. Hələ bundan yaxşı ağlarınızı millətiniz olsa ya danışılacaq. Bu cür oğlarda da baxacaqsınız. İçmir, çəkmir, gün kimi oğlandı, hə? Sigara çəksən. Xeyr. Heç keçirsən. Xeyr. Yox, gəl içsə. 11-ci sinifsə gəl elə bizə. Gəl eləmə bizə. Elə bizə. Sosial şəbəkədə ümumən olurdumu ki, bir həftə boyunca ancaq telefon olsun? Heç. Eynən yox. Məsələn, gün ərzində 3 saat, 4 saat. O da olmayıb. Olmayıb. Instagramda gün ərzində 3-4 saat olacaq. Maksimum 1 saat olur. Yəni, belə də olmalıdır da. Məsələn, aşağı siniflər necə oxumusan? 9-un buraxışında neçə bal yığmısan? 228 yığmışdım. 228. 9-un buraxışında 228 bal toplayan uşağın o sürətlə davam elədiyi halda buraxılış balı ən yaxşı halda 180-170 ola bilər. O sürətlə gələcək. Çünki 9 buraxışı çox azandır axı. Həm də irəli getcə 2 yaşda böyüyür də, bildikləri yadından çıxır. Amma deməli bu adam 10-11-i necə deyirlər, dəli kimi oxuyub. Bəli. Realla budur.
Sənə əhsən, həqiqətən də çox xoş oldu. Yəni mən buraxılış imtahanından sonra 9-11-ci siniflərimizin, daha doğrusu 9 və 2-sinin imtahan verən şagirdlərimizin çox az bir qismi ümumiyyətlə, ümumən şagird sayı deməyəcəm bəzi səbəblərdən çox az 2-3 şagird cəmi yazır. Ona bağlı mən video çəkmişəm. 2-3 şagird cəmi yazır ki, müəllim mən imtahana gedirəm, halallıq verir filan. Və imtahandan sonra da yenə də çox az şagird belə də, yəni çox az bir qismə deyərəm ki, 1% mesaj yazır ki, müəllim bu qədər bal topladım, sağ olun filan belə. İndi nəzərə alsaq, indi Ayşə müəllimə də deyiblər, paralel yəni 5%-dən xəbər çıxdı da. Heç öz kursumuza belə azlaşan uşaqlar qapını bəzilərində istisna, amma qapını döyüb demir ki, ay müəllim mən bu qədər hazırlaşdım filan. Sağ ol. Bunun başqa bir şey istəmirəm. Ramazan ayında bir dənə Allah razı olsun desə elə o dünyaya dəyər, bu kifayət edər. Belə amma dəyərli uşaqlar, dəyərli valideynlər, öncə şagirdlərin, övladlarınıza bunu aşılayın. Yəni mən birinci növbədə şagirdlərə deyirəm ki, valideyninin qədrini bil, ondan halallıq al. Məndən lazım deyil, mən halallığı vermişəm hamısını. Videoya baxan da, məndən bir nöqtə belə öyrənən də, hamıya halallıq verirəm, problem yoxdur. Amma sadəcə bunu övladlarınıza aşılayın və uşaqlar siz də bunu biləsiniz ki, bu çox böyük bir şeydir. Yəni qul haqqı deyə bir şey var. Yəni nə günah eləyərsən Allah bağışlayır, qul haqqına qarışmaz. Ona görə çalışın valideynlərinizdən halallıq alın. Müəllimlərinizdən halallıq alın. Yaxşı da yazsan, pis də yazsan, imtahandan sonra get müəllimindən halallaş, müəlliminlə halallaş. Yəni bunları mütləq eləyin. Yəni vaxt olacaq, bəlkə içinizdə müəllim olacaq və yaxud kimlərisə lor derim, qabağa çəkdiyiniz adamlar olacaq ki, onlar da sizə eyni hərəkəti eləyəcəklər. Bax, bu dediklərimi edin mütləq. Edərsiniz, xeyir görərsiniz, eləməzsiniz də canlı sağ olsun. Amma sən, yəni adam şərurdan durub bura gəlib ki, gedim Natiq müəllimlə bir görüşüm, bir video çəkim. Yəni əhsən, həqiqətən sənə əhsən, sənin valideynlərinə əhsən, sənə bu vaxta qədər dərs deyən müəllimlərinə əhsən. İndi biz nə böyük qatqımız olub, onlayn nə olubsa, amma bundan öncə səni yetişdirən öz müəllimlərin olub ki, sən yəni sinifə girib, adam dərs deyib illərlə, təbii ki, o adamların haqqı da var. Belə, son olaraq nə demək istəyirsən, buyur. Son olaraq da mən demək istəyirəm ki, götürməliyim yoxsa? Son olaraq da demək istəyirəm ki, mən buralara bu qədər yəni ki, özümdən təbsim olmasının uğurlu olmağımda səbəbi olan ilk öncəliklə valideynlərimə, tam orta məktəb müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Yəni ki, çox sağ olun ki, mənim üstümdə durdunuz. Üstümdə əməyiniz oldu ki, mən bugünkü gün gəldim. Hansı məktəbdə oxumusan? Məktəbin adıdır? Orta məktəbi 6-cı sinifə qədər Şərur rayon 2 nömrəli tam orta məktəbində oxumuşam. 6-cı sinifdə artıq imtahan verərək Şərur rayon fizika təmayüllü liseyinə qəbul olmuşam. Şərur rayon fizika riyaziyyat təmayüllü liseyində oxuyub. Aha. Əsas müəllimləri kim olub? Adını deyə bilərsən, problem yoxdur. Azman elindən yoxsa? Ürəyin olsun istəyirəm. Məktəb müəllimim, yəni işte... Sənin üçün əməyi olan kim var adını deyə bilərsən? Yəni də... Suraya Qabilovadır, Ravil Ələsgərovdur, bir də Niyaməddin İsmayıllıdır. Ravil müəllim Azərbaycan. Azərbaycan müəllimdir. Niyaməddin İsmayıllı da ingilis dili müəllimi olub. Həqiqətən yanlış. Ravil müəllimin də bu işdə əməyi var. Ona təşəkkür edirik. Əhsən müəllim belə şagird yetişdirmisiniz. Bizim də müəyyən nə qatqımız olubsa, nə xoş halımıza, yəni birlikdə belə bir şagirdin, belə bir mütəxəssisin inşallah olacaq. Dövlətə, vətənə layiqli bir vətəndaşın yetişməsində xidmətimiz olubsa, nə gözəl. Yəni hamımızın adına nə gözəl. Bir də müəllim, mən xüsusi olaraq bir nəfərə də buradan təşəkkürümü bildirmək istəyirəm ki, mənim öz fizika müəllimim, Ramil Məmmədov, orta məktəb fizika lisey müəllimimdir. Yəni baxmayaraq ki, mən buraxılış imtahanında fizikada imtahan verməmişəm, amma həqiqətən mən çətin vaxtlarımda, dar günlərimdə arxam dayağım olub. Həm bir böyük qardaşımı, həm də müəllim kimi çox dərin təşəkkürümü bildirirəm ki, Ramil də yəqin ki, videonu izləyəcək. Çox təşəkkür edirəm. Bu hal demək olar ki, mənim də həyatımda baş verib. Çünki demək olar ki, hər bir abituriyentin həyatında bir müəllim olur ki, onun arxa dayağıdır. Yəni onun hərəkət verici qüvvəsidir və adətən uşaqlar o müəllimlərini, yəni öz lideri kimi görürlər də. Yəni onun məsləhətləri, onun dəstəyi, onun motivasiyası onun üçün hər şey olur. Yəni belə müəllimlərin də nə xoş halına ki, onu şagirdlər üçün o rolla, o obrazda olmağı, o səviyyədə, o yerdə olmağı bacarıblar. Həqiqətən də bu da çox möhtəşəm bir şeydir. Hansı peşəni istəyirsən? Kompüter elmləri. Kompüter elmləri istəyirsən? Bakıya gələcəksən? Bakıya gələcəm.
Aha, heç Bakıda inşallah sənə sıx-sıx görüşərik. İnşallah mənim istəyirəm. Sənə uğurlar arzulayıram. İstər həyatda, istər karyeranda. Allah işlərini avan eləsin. Özünə yaxşı bax. Təşəkkür edirəm. Uşaqlar, siz də kanalımıza abunə olun və blok imtahanında yaxşı bal toplayıb, sonra gəlib Elgün kimi bizlə video çəkmək istəyirsinizsə 099 899 67 77 nömrələrimizə yazaraq bizim blog, sürət qruplarımıza həmçinin sentyabr ayından avqust ayına etibarən başlayacaq. Bütün istiqamətlərdə onlayn qruplarımıza qoşula bilərsiniz. Bu qədər, sağ olun. Sağ olun.